Salam. Biz bugün bacımla Nəzrin bir podcast vari bir şey çəkəcəyik. Təbii ki, podcast üçün heç bir mikrofonumuz falan yoxdur. Bu da mənim deyil hətta. Orada. Podcast şeyi mikrofonu başqa olur da. Heç nə məsul buna götürməyə bə. Bilmir. Bilsə də yəni. İcazə də almamışam. Bizə deyirəm ki, mənə 1-2 dəqiqəlik 1-2 saatlıq lazım idi. Bir də işdən lazım olmasa çəkmək istədi. İnşallah ağzımın səsi bura gəlmirdir. Həqiqi. Ay çox yaşayır. Baxaq sənə. Olsun da nə olacaq? Özümüzkilərdir. Tamam. Özümüzkilərdir. Suallarımızı əvvəlcədən heç şey eləməmişik. Müzakirə eləməmişik. Həqiqətən. Yəni tam doğal olacaq. Çox da doğal olmasın da indi. Məsələn biz evdə olsa gəlib sənin yanında nətər otururam, söhbət edirik. Bildim indi biraz yox editləyəcəyik aslında işte. İndi hansı suallardan başlayaq? Məncə birinci uşaqların suallarından başlayaq. Onlara cavab verək. Sonra əsas sualları. Mənkilərdən yoxsa mən sonkilərdən? Sənkilərdən başlayaq. Amma saçma sualları oxumaq xahiş edirəm. Yoxsa mən ilk sualımız. Sevgi duyğusu yalnız çox tez girdik. Çox tez girdik. Olsun, tamam, gedək. Nə demək, yoxsa bunu nə demək? Yəni belə mənim videomdan böyük belə editlər falan da gözləməyin. Normal uzağı sualları Yazılır aşağı, suallar yazılır. Altıda yaz. Hə, altıda yaz. Etki biləcəksən bu arada, çəkəməmişəm. Nəsə eləyəcəm. Ver gəlsin. Necə verəcəm ki? Deyir ki, sevgi duyğusu yalnız insan kimi gəlsəydi, kim olardı? Biraz daha aydın səsləndirə xahiş Yazıqdan əmin. Daha aydın səsləndirəm. Sevgi duyğusu yalnız insan olaraq gəlsəydi, kim olardı? Mənim üçün kim olardı? Başqa kimsə olardı? Yəni ümumi insanlar üçünmü, yoxsa mənim üçünmü? Sənin yanıma gəlirdi. Yəni sevgiyə düşünəndə, yəni sevgi duyğusunu bir insan olaraq düşün də. Bəlkə sən bunun cavabını bilirsən. Sən olardın aşkım. Yəni sevgi bir oğlanla qızın arasında yaşanacaq bir şey deyil. Zaten o sevgi, hər kəs arasında yaşanacaq. Eşq demirəm ki, sevilirəm zaten. Mən üçün də sən olardın yəni. Yəni də bu arada. Deyək ki, bir-birinizə qarşı ən çox hansı situasiyada çirkəfləşirsiniz? Daha çox mənasız söhbətlərdə. Yəni bizim ciddi olaraq heç bir problemimiz ola bilməz yəni. Ona görə belə kiçik daha çox mən deyim də, ay sağ ol. Məsələn, Nərimin biraz tənbəldir. Məsələn, bir şey Nəriminə deyəndə ki, bunu Nərimin zəhmət olmasa elə, Nərimin bunu 10 saat eləyəcək. Sən də ona qədər o orada olmasın. Deyirəm ki, bunu buradan götür, bura qoy. Nərimin onu oraya qoyana qədər, yəni bütün günlər, aylar, illər keçdi. O gedib özü hətta girəcəkdi o şkafda o yerinə düşdü. Yəni sonra deyir ki, siz mən yedim ki, mən eləyərəm falan. Amma eləmir. Nəsə, mən natəmiz bir insan deyiləm, sadəcə tənbəl bir insanam. Tənbəl insan olduğum üçün hər şeyi pratik olaraq çözməyə çalışıram. Amma əsla natəmiz deyiləm və pinti deyiləm. Necə yola gedirsiniz? Getmirik. Çox yaxşı yola gedirik. Yəni digərlərinin Məncə bu yaxşı mısın demir. Deyir ki, yəni necə belə yola gedirsiniz yəni. Məncə o demək istəyir. Necə olur ki, belə yaxşı yola gedirsiniz? O da bizim məncə yetişdirilmə tərzimizdən deyil. Məncə də deyil. Çünki bizim mama girin qohumları falan o qədər də yaxın deyillər də. Yəni belə bizim kimi yaxın bacı qardaş olan yoxdur. Hətta bir-birinin quyusunu qazan belə vardır da yəni. Amma biz nə bilim Hətta mən də maraqlı gəldim bu dediyini düşünəndə. Yəni düşünəndə dərin bir səbəbini tapa bilmirəm. Yəni bunu keçmişə dayanan bir səbəbi falan yoxdur. Yəni iki bacının sıradan nə edə bilərsən? Onu eləmiş uşaqlıqda. Bari boylamış. Yox, bir dənə tema var. Yəni deyir ki, bacın olmasaydın belə səndən dost olardı bunu falan. Yəni olardıq da, hə. Deməli onda bizim xasiyyətlərimiz uyumluq elə. Nə bilim, yəni nəysə də. Yəni bizimki belə bacılıq deyil də, o bacılıqdan daha ötə bir şeydir. Yəni ondan daha ötə bir şey nədirsə bizdə odur. Canım bacım. Burada sual var ki, 2026-da ən çox gerçəkləşməsini istədiyim bir diləyim. Prosta mən bunu bilmirəm demək istəyirəm. Bilmirəm nə olduğunu birincisi. Məncə deməyək bunu. Çünki nazar dəyməsin. Demirik. Keç. Bunu oxuyun. Yox. Hə, bu qəşəng sualdır. Yazıb ki, tək qalmaq mı daha çətindir, yoxsa yanlış olduğunu bildiyin bir insanla bilə-bilə davam eləmək, yəni belə deyim. Yanlış olduğunu bildiyin insana davam eləmək. Təbii ki də yanlış olduğunu bildiyin insana davam eləmək. Yalnızlığa bir çarə tapa bilərsən. Tək qalmaq çünki yəni düşünüldüyü qədər pis bir şey deyil zaten. Düzdür, adam bir şeydir. Pis bir şeydir. Necə? Yəni axır əvvəl onsuz da
biri çıxacaq da qabağa düşdün, yəni burada Amma bu burada sualda sırf sənədir ki, sən yalnızsan da. Elə bir şey düşünsək məsələn. İndi yanlış insanın sənə verəcəyi zərər daha çox olacaq da yəni. Belə düşünəndə yəni. Bunlar heç. Hə, bir insanın doğru insan olduğunu necə bilə bilərik? Bilə bilmərik. Bilə bilmərik. Ya da ki, belə bir şey var ki, o bir insan gəlir bir dəfə. Sən deyirsən ki, budur. İçindəki o hiss deyir ki, budur. Yəni məncə belə. Məncə biz ikimiz üçün də hələ o şeyi yaşamamışıq deyə bilmərik, yəni biz bilmirik. Yəni mən hələ də aşiq olduğumu düşünmürəm. Yəni ola bilər bir neçə insanla münasibətim olsa da və yaxud da sevdiyim bir insan olmuş olsa da mən aşiq olduğumu düşünmürəm. Çünki hər o yaşadığım münasibətin bir səbəbi varmış kimi gəlir mənə. Biri nəsə öyrətmək üçündür, biri nə bilim sadəcə ilişki deneyimləmək üçündür, biri nə bilim hər biri bir şey üçündür məncə. Yaxşı, və aşiq olduğumuzu hardan bilə bilərik onda? Məncə o olanda biləcəyik də. Həmçinin o olanda deyəcək ki, bu nə yaşayıram mən? Bu nə hissdir falan deyirəm. Düz biraz belə fairy tale olsa da, amma məncə elədir. Hələ də ümidim var yəni. Dost olmayacağın tiplər. Dost olmayacağımız burada bir qarşılıq olurdu, hə. Yəni dost olmayacağımız insan tipləri deyək buna. Dost olmayacağımız insan tipləri. Krisa. Yaxın çox görünür. Krisa. Ki mənim həyatımda çox olub Krisa insanlar. Biraz Azərbaycan dilinə önəm verəcəm. Xəsis. Azərbaycan dilində nə olub ki? Hə, tamam. Mən hətta bu videoya başlayanda demişdim ki, yox, mən Azərbaycanca söz işləyəcəm. Həqiqətən. Olsun, özümüzük. Problem yoxdur. Özümüz deyəliyəm. Hə, cimri nə deyirdi? Xəsis insanla dostluq edə bilmərəm. Bencil nə deməkdir Azərbaycan dilində? Sən onu deyir, bencil dedin. Sadəcə özünü düşünəm. Sadəcə özünü düşünən və belə necə deyim, məsələn, ola bilər indi aranızda problem yaşanır və s. amma o problemin sonra həqiqətən həllinə mi baxır və yəni bu problem, necə deyim, elədiyi səhvdən dərs çıxarıb onu düzəltməyə mi çalışır, yoxsa elə hə, üzr istəyirəm deyib, yəni keçirmir sadəcə. Üzr belə istəmir və yaxud da sadəcə bitirmə odaqlıdırsa, yəni mən səndən bitirirəm dostluğumu məsələn. Heç çözməyə çalışmadı, heç həll eləməyə çalışmadı, bir şey danışmağa çalışmadısa, zaten səni sevmirdir deyə düşünürəm. Yəni deyir ki, be in a relationship that's safe but boring or exciting but unstable. Yəni təhlükəsiz bir relationshipdəsən, amma sıxıcıdır, ya da ki, təhlükəli deməyək, unstable, yəni bəlli deyil, dəngesizdir. Ya da indi Azərbaycanda danışıram mən. Dəngesizdir, amma excitingdir də, yəni həyəcan vericidir. Yəni, nə də olsa həyəcan verici bir ilişki istəyər insan. Yəni sıxıcı olmaq mən ola bilmirəm də, sıxıcılığı götürə bilmirəm. Unstable, yəni bir gün belə bir gün elədir. Yəni hə də demək olar ki, hə. O da getməz. Yəni toksikdir də, yəni bir növ. Yəni toksik olsa elədir də, yəni ya toksik və həyəcan vericidir, ya da sıxıcı və təhlükəsiz, safe də yəni şöşünü. Səncə? Məncə mən sıxıcı olanı seçərdim, yəni. O təsəvvür çox sıxıcıdır. Oturursunuz boş-boş bir-birinizin sifətinə baxırsınız. Məncə sıxıcı burada o deyil, yəni. Yox da məsələn ilişkinin heç bir həyəcanı yoxdur da. Heç əylənmirsiniz. Sadəcə safe bir ilişki olur. İndi burada sıxıcı nəyi nəzərdə tutulduğu məncə çox önəmlidir. Burada yəni Mənsur məncə o cəhətdən sıxıcı deməyib, yəni. Sadəcə yəni sən necə hər gün eyni şeylər düşün də, yəni eyni şeylərdir falan filan. Belə bəlkə ola bilər. Yəni də hər gün Araz nədir? Bəli, Araz bəy buyurun. Deyil. Mademoiselle ol biraz, xahiş edirəm. Davam elə. Nəysə də bu sualı yəni heç yaratmadıq biz. Nəysə. Yaratmadıq. Düzgün insan anlayışı hələ qalibmi səncə? Qalıbmı səncə? Qalibmi nədir? Düzgün insan anlayışı hələ də sizcə qalıbmı? Bəli, qalıb. Məncə var. Məncə yoxdur. Nə mənada yoxdur? Yəni hər baxımdan düzgün insan zaten yoxdur. İdeal bir insan zaten tapa bilmərsən. Hətta təm oldu da zaten onu soruşur da. Amma məsəl üçün mənim üçün doğru insan, mənim üçün düzgün insan məsələn. Hətta məncə o yoxdur. Məncə o sən bu nəyə gəlirsən? O deyir soulmate varmı falan. Məncə yoxdur yəni. Məncə sən bir insanı sevirsən, deyək ki, və hər şeyi qəbul edirsən. Yox, elə də yoxdur da hər şeyi qəbul etmirsən. Yəni o necə?
Yəni deyək ki, iki insan Əlvida çək də, sonra zəhərlənərsən. Deyək ki, iki insan bir-birini sevir də, hə. Onda əgər ikisi də könüllüdürsə bir şeyləri düzəltməyə, məsələn deyək ki, aranızda bir anlaşılmazlıq varsa, aranızda bir məsələn bir mövzu deyək ki, əsla bir yola gələ bilmirsiniz. Əgər siz ikiniz də könüllüsünüzsə onu düzəltməyə, ortaq bir nöqtəyə gəlməyə, o olur məncə. Yəni yoxsa sən mənim dediyim hər şeylə razılaş, mən sənin dediyin hər şeylə razılaşım, biz olaq bir-birimiz üçün düzgün insan, soulmate, məncə elə şey yoxdur. Yəni çünki ola bilməz ki, iki insan bir-biri üçün bütün sahələrdə, bütün növlərdə, bütün hər şeydə, yəni eyni və düzgün olsun. Bu məncə olmaz yəni. Ona görə məncə iki insan bir-birini sevir və sevgiyə Əsas şey hörmətdir yəni. Mən Mən sənə hörmət edirəm, sən mənə sevgiyə hörmət dayanan edirsən. bir orada şey olur da, yəni necə deyirlər ona? Bir düzəltmə olur. Bacımın məndən kiçik olmasına baxmayaraq, məndən olğun olmasını zaten görürsünüz. Bəli. Məncə biz keçək sənin suallara bax. Məncə mənim suallarım hamısından daha yaxşıdır və mən qəşəng 10 dənə bir dənə 10 dənə bir dənə. 10 dənə sual hazırlamışam. Və başlayaq. Karmanın varlığına inanırsanmı? Mənim belə deyim də, inanmaq deməyim, ümidim var deyim. Yəni karmanın varlığına ümid bəsləyirəm ki, inşallah İnanırsan yoxsa yox? Bu sualın cavabı budur. Məsələn, bu danışmalıqda hə yox cavabı deyil. Xahiş edirəm, bu məqsədi danışmaqdır. Kontaktda keçirik insanlarla. Onlar da öz fikirlərini bölüşəcəklər bizlə inşallah. Bəli, ümidim var. Çünki mənə çox pislik edən insan olub, çox çəkdirən insanlar olub. Və mənim tək ümidim, mən şey eləyən insan deyiləm də, bu dəqiqə mən sənə göstərəcəm, intiqam alacağam, insan deyiləm. Yəni mənim o ağlıma o dəlicəsinə şeylər gəlmir. Gedim ondan intiqam alım, gedib bunu edeyim, onu edeyim. Sən nə intiqam ala bilərsən? Yox da məsəl üçün mən elə şeylər eşidirəm ki, necə eləmisən falan, çox xoşuma gəlir də. Mənim elə şeylərim yoxdur, mən beynimə elə şey o qədər ağıllı deyiləm də, yəni. Ona görə tək çarə, tək ümidim o karmayadır ki, inşallah ki, karma var. Yox, inanırammı? Mən inanıram. Çünki oradan-buradan eşitdiklərimi şeydən də, hə, ola bilər ki, var. İnşallah ki, var, çünki çox insanla hesablaşmalıyıq. O görə var məncə. Mən yəni belə o spiritüel cəhətdən, yəni belə o karma var falan. Yəni sırf karma deməyim də, yəni o şeyə inanıram ki, yəni o deyirləri ürəyimin çörəyini yemək söhbəti. Biraz bir xala kimi danışsam da, yəni necə bir insansansa, onun qarşılığını görürsən məncə. Yəni deyək ki, birinə çox belə pislik eləmisənsə, məncə onun qarşılığını yəni indi görməsən belə bir yerdə, həyatının bir yerində o sənin qabağına çıxacaq. Həyatının ən gözəl anında da görə bilərsən həmin şeyi. Yəni və belə çox spesifik bir şəkildə mənə elədiyin eynisi sənin başına gəlməyə bilər bəlkə. Amma yəni sən onun acısı çıxacaq da elə bir. Mən də inanıram yəni ona. Davam edeyim. Tamam. Səncə hər sevən öz sevgisini göstərə bilirmi, yoxsa mən sevgimi göstərə bilmirəm bəhanəsi doğrudurmu? Məncə hər sevən öz sevgisini göstərməyin bir yolunu tapır. Səncə? Çox qısa cavab oldu, bir sonuçda. Məncə indi bəzi insanlar ola bilər ki, belə şeydir. Biraz daha belə qapalıdır, biraz daha qapalıdır, biraz daha məsələn, necə deyim, ola bilər də biraz daha göstərə bilmir, amma göstərməyin yolunu tapmalıdır. Yəni bu bəhanənin arxasında gizlənmək məncə düzgün deyil, yəni. Hər insan öz sevgisini göstərə bilirmi sualının cavabı ola bilər ki, olmasın, hə. Bundan razıyam, ola bilər ki, bəzi insanlar göstərə bilməsin. Amma önəmli olan onu göstərə bilib bilməmək deyil. Önəmli olan onu göstərməyə könüllü olub olmamağıdır. Və ola bilər ki, ikimiz də məsələn eləyik, ikimiz də göstərə bilmirik. Və bir-birimizə elə bir tələbimiz yoxdur. Deyək ki, məsələn mən okeyəm də sən gəlib mən okeyəm də, yəni gəlib hər dəqiqə sevgimi göstərməməyə deyək ki. Onda bəlkə bu ola bilər. Amma yox mən səndən bir ilgi gözləyirəmsə, bir şey gözləyirəmsə, onu göstərməmə, mən sevgimi göstərə bilmirəm deyib onun arxasına gizlənmək məncə düzgün deyil. Yəni bu sadəcə bəhanədir mənə görə. Qaçmaqdır da. Yəni mən sevgimi göstərə bilmirəm. Mən dedim ki, tamam, sən göstərə bilmirsən, amma mən bütün sevgimi sənə göstərəcəm. Bütün hər şeyi sənə verəcəm. Yəni ki, illa ki bir şey taparsan. Məsələn, tutaq ki, mənim dostlarım arasında var, təmas bağımlısı olmayan insan var, təmas sevməyən insan. O belə təmas edəndə bilirsən ki, hə, sevirməsin. Sevgisini belə göstərir də, arada bir toxunur. Məsəl üçün deyirəm, amma elə bir şey yoxdur bəlkə də. Və yaxud da nə bileyim, biri hədiyyə almayan bir insandır, birdən biri hədiyyə alar. Məsələn, əslində tam elə də yox. Başa düşdün mənim fikrimi? Yox.
Neysə də mən demək istəyirəm ki, Yəni həmişə eləmədiyi şey bir anda eləyirmi? Onu mu demək istəyirsən yəni? Normalda eləməyəcəyi şeyi sevgisini sırf göstərmək üçün eləyir. Budur yəni. həm də tutaq ki, mən demək istəyirəm ki, yəni mən tutaq ki, istəsəm sevgimi göstərə bilmirəm də. Eləmədiyim bir şeylə belə sevgimi göstərə bilərəm ki, mən səni sevirəm, amma tam göstərə bilmirəm də bunu eləyirəm sənin üçün. Məsələn, hə, bir söhbət nədir burada məncə? Yəni hamının sevgini göstərməyə şəkli də fərqlidir. Məsələn, ola bilər ki, mən qucaqlaşmağı, öpməyi çox sevirəm. Elə insan var ki, məsələn, Nərimin hədiyyə almağı çox sevir, yəni. Yəni sən əgər götürüb hədiyyə alır, onu həvəslə paketləyirsə, bilirsən ki, o səni sevir də, yəni başa düşdün? Ya da nə bilim, biz yox hamı eləməyi sevirsən sən. Yəni hamı dediyim, yəni dostlarıma edirəm, ailəmə edirəm. Yəni bu şeyi sevir də, yəni bu işi görməyi sevir. Elə insan ola bilər ki, nə sözləri ilə göstərir, elə insan hərəkətləri ilə göstərir. Yəni baxır insana da, yəni bu dəyişə bilən bir şeydir məncə. Hə, yəni mən yenə deyirəm ki, mən sevgimi göstərə bilmirəm, sözü tamamilə yalandır. Tamamilə bir bəhanədir, tamamilə bir qaçış yoludur ki, mən göstərə bilmirəm. Mən səni sevirəm, amma göstərə bilmirəm. Elə bir şey yoxdur. Hər cür bir kəlmə ilə belə, bir sözlə belə, bir baxışla belə, bir toxunuşla belə sevgini göstərə bilərsən. Səncə iki insan arasındakı sevgi zamanla ölürmü? Arda yazmışam, yoxsa elə bu. Ağlında varsa denəndə indi. Arasındakı sevgi ölürmü? Nə çətin bir sualdır az bu. Məncə bunu bilmək üçün o qədər uzun bir sevgi yaşamamışıq axı biz. Olsun da fikrimizdə. Yəni səncə məsələn bir yerdən sonra sən Tokyo evlənirsən də, bir yerdən sonra sevgi ölürmü orada? Ölərmi? Məsələn, sevdiyin insanla evlənirsən. Əslində bu müxtəlif situasiyalarda fərqli nəticələr doğura bilər. Hə, əsl, onu deyəcəkdim birincisi. İkincisi də ki, ola bilər ki, o ilk başlardakı o həvəs, o həyəcan ölə bilər. Onsuz həmişə o həyəcanı hiss etmək olmaz məncə. Amma yəni sevgi ölən bir şey deyil məncə, yəni. Necə? Yəni o eşq deyirlər, yəni o belə o həyəcanlanmaq, hər dəfə o mədəndə kələbəklər olması falan filan. Bu hə, ola bilər olmasın da. Çünki normal olaraq da evlisiniz, neçə ildir evlisiniz falan filan. Niyə olsun da? Olsun. Amma yəni sevgi məncə ölən bir şey deyil yəni. Yəni sən necə bu mən məsələn sevgini anlamaq istəyəndə nəyi düşünürəm? Məsələn, ailəmə olan sevgini düşünürəm. Çünki ən saf və ən əmin olduğum sevgi odur ki, məsələn, Nəriminə duyduğum sevgi bilirəm ki, tam olaraq o mikrofonu dəydi. Nəriminə duyduğum sevgi bilirəm ki, tam olaraq odur da, yəni. Yəni bu insanı sevirəm, yəni ona olan sevgim heç azalmaz, heç bitməz, dəyişməz. Yəni Nərimin eləsə belə. Hə, Nərimin nə eləsə də o mənim gözümdə yəni Nərimindir, başa düşdün? Ya da anam, atam fərqi yoxdur. Yəni mən bunu özümə nümunə olaraq götürürəm həmişə. Bilirəm ki, yəni eşq ölsə də, məsələn, deyək ki, bir həyatında biri var. Eşq ölsə belə o sevgi məncə ölməz. Məncə. Çox tamamilə razıyam. Mən onsuz son zamanlar ailə kavramını daha yaxşı anlayıram. Buradan anam, atamı dərin qucaqlayıram, öpürəm. Həqiqətən də onlar, yəni bu həyatda sizi nə olursa olsun sevən iki insandır. Bacım, bacım demirəm, mən həyatdakı ən sevdiyim insan budur. Yəni budur. Vecimə də deyil, ən sevdiyim insan. Ana da vecimə də deyil. Vecimə də deyil, yox, yəni sana önə keçə bilməz o mənada deyirəm. Mən sözdə xahiş edirəm. Hə. Mən zaten tutaram, mən orada cəmaət başa düşmək söhbət var. Hə, yox, sən mən səhv danışırsan, sən danışırsan. Hə, danışırsan sənə. Yəni mən əvvəl şey idim də, mama belə, papa belə ki, ərgənlikdə hamı elədi, bu yaşlarda hamı elədi. Mən yenə də deyirəm, hər kəsin ailəsində tamamilə fərqli ola bilər. Mən demirəm hər ana, ata sevilməyə layiqdir və yaxud da belə dəyər görməyə layiqdir. Hamı üçün fərqlidir bu təbii ki. Fərqlidir. Təbii ki də mənim anamın da atamın da çox qıcıq hərəkətləri var, çox yanlış hərəkətləri var. Amma mən ona rəğmən, yəni bilirsən necə, otururam evdə və şey oluram da, bu aralar onsuz zaten belə hiss edirəm. Çox problemliyəm, çox dərdliyəm. İlk onları gəlib sarılmaq gələr içimə. O sonra problemimi deməyəcəm. Amma elə ki, onları sarılanda şey oluram. Bir rahatlayırsan. Yəni heç olmasa onlar var da, bilirsən necə. Yəni o təmənnasız sevgidir, necə deyim, hər zaman arxanda dayanmaqdır. Nə olursa olsun səndən üz döndərməməkdir, danlasa da belə. Yəni onlar da var ancaq o. Yəni ona görə ki, yaxşı ailəniz varsa qədrini bilin. Mən nə qədər qədrini bilirəm, bilmirəm. Bilmirəm nə qədər hörmət edirəm. Məncə, yəni mənim də əsəbləşdiyim şeylər və mənim də haqlı olduğum yerlər var. Onsuz da təbii ki. Bəli, biz kiçik bir yaddaş problemi yaşadıq. Ailədə qalmışdıq.
etsin telefonu. Yəni sualı yadına sal. Bunu mahnı da Nurun mənə bezdirdi. Tez ol Tamam. biraz. İmkan ver. Hər gedən səni yaddaşdan getirmiş kimi hissediyorum. Neydi sualımız? Sence iki insan arasındaki, bunu danışdık ama sence iki insan arasındaki sevgi zamanla ölür mü? Ailəyə girmişdik. Yəni Aileden necə oldu ki oraya geldik? Mahnı xonunu atırdılar. bizim səsimizdə işləmək. Hə, option ailə ən önəmli şeydir həyatınızda. Yəni Bəli. nə olursa olsun, dostluq olsun, sevgi olsun, o olsun, bu olsun, heç biri onun qabağına keçə bilməz. Heç vaxt da əgər yaxşı ailəniz varsa, onları, yəni başqa birinin ayağının altına bala verməyin, yaxud da satmayın. Yəni satmaq deməyim də, yəni özünüz başa söz yəni demək istəyirəm. Belə. Keçək. Çünki mən bütün vaxtım o yaddaşı təmizləməyə getdi. Qəlb qırıqlığı nəysə tələsirik ki. Tələsmirik. Qəlb qırıqlığı və üzüntü ilə savaşmağın ən yaxşı yolu nədir və üstəsindən necə gəlinir? Bu sualın cavabı məndə maraqlıdır. Ona görə xahiş cavab ver. Nəz? Bunu sadəcə nəz? Biz burada psixoloq deyilik, biz burada Yo, mən ciddilik bunun cavabı koçu lazımdır. deyilik. Rəft eləmirəm. Hə. Bir dəfə oxusal. Bir dəfə oxusal. Yol verir mən. Qəlb qırıqlığı və üzüntü ilə savaşmağın ən yaxşı yolu nədir və üstəsindən necə gəlinir bilər? Mən həmişə ağlayıram. Ağlayıram. Ağlayım da, yəni. Bunu mən də bilmirəm. Bu sual Bunu yazmışsan orada. Bunu məncə biz bir terapistə soruşaq. qəlb qırıqlığı və üzüntü ilə savaşmağın ən yaxşı yolu nədir? Nə də Bir yerdə bu gün bir dənə bir post gördüm. Qız paylaşmışdı ki, bir insan sizin həyatınıza girib darmadağın edirsə, buna o qədər də məna yükləməyin. Bu sizə bir dərs ola bilər. Yəni hər bir insan sizin həyatınıza girməyi üçün bir məqsədi var. Sizə nəyisə öyrətmək üçün, nəyisə görməyiniz üçün hər hansı bir şey. Yəni məncə o təsadüf deyə bir şey yoxdur. Bir səbəb var ki, bu insan sənin həyatına girib və mən belə şeylər çox inanıram. Bir insanla ayrılandan sonra, onu uzun müddət görməyəndən sonra təzədən yeni görmək kimi. Hər şeyin bir mənası var mənim üçün. Mən hər şeyə bir məna yükləyirəm. Sən onu gördün, nəsə oldu? Yox. Bir onu demirəm, ümumiyyətlə. Yox, mən ümumiyyətlə soruşuram, yəni bu suala cavab olaraq soruşuram ki, yəni heç nə olmasa belə elə bilirəm ki, nəyisə mənası var da, hər bir şeyin mənası var. Yəni ona görə də belə deyim də, o üzüntünü çox çəkməməyə çalışmaq lazımdır da. Yəni çünki sağ ol ya. Wow. O qız çox qəşəng yazmışdı, çox xoşuma gəldi də. Yəni ki, hər şey gəlib keçicidir, hər şey sizdən asılıdır. Yəni hər şeyin açarı sizdədir də, belə deyim. Ona görə çox qəşəng məsləhət verirəm də. Yəni səthi baxmaq lazımdır belə şey. Yəni çox məna yükləməmək lazımdır insanlara, ailəniz dışında. Prosta sən söhbət nədir? Zaten onu eləyə bilmirsən də. Prosta mən də məsələn eləyirəm. Mən çox məna yükləyirəm hər şeyə. Çox belə böyüdürəm gözümdə insanları, elədiyi şeyləri, bir insana mənə qarşı fetişsiz olmağını, və belə böyüdüb, sonra belə boyda bir şey olur. Amma yəni onu zaten eləməməli olduğumu bilirəm, amma necə eləməməli olduğumu mən də bilmirəm. Yəni söhbət odur da. Bunu bir yerdə öyrənə bilərik. Hə. Mənim verə biləcəyim məsləhət nədir? Məncə o şeyi, düzü bunu mən də bilmirəm, mən də deyirəm, mən də cavabını istəyirəm bunu. Amma yəni məncə ən yaxşısı şey eləməməkdir. Yəni göz ardı eləməmək. Yəni ağlamağın gəlirsə ağla, pis olmaq istəyirsə pis ol. Yəni o hissi sonuna qədər yaşa ki, sonradan başqa yerdən onun acığı çıxacaq da onsuz da səndən. Ona görə onun hissi sonuna qədər yaşamaqdır. Bir də ki, bir dənə şey məncə görəndə demişəm ki, həqiqətən belədir də, yəni. Bəzi elə durumlar olur ki, elə situasiyalar olur ki, qabağınızdakı insanı əslində o, yəni əslində eyni şeyə gəlib çıxır, o gözündə böyütməyə elə gəlib çıxır da. Yəni deyirsən ki, uyda bu insan belə biridir falan. Amma əslində onu o yerə qoyan, yəni sən gözündə sən özünsən də. Yəni sən onu o qədər sevmisən ki, gör, o gəlib çıxmır. Yəni əslində yəni sən sevgini ondan çıxartsaq, onun heç nə qalmır. Yəni bu çox məncə böyük bir şeydir. Çünki yəni məsələn mən də düşünəndə doğrudan da məntiqli gəlir də. Yəni bir insan var deyək ki, onu o qədər çox istəyirəm ki, amma mən sevməsəm onu, elə başqa bir insan kimi düşünsəm, yəni yoldan keçən biri kimi bu nədir? Bu nə edir də? Bu nə yaşayır yəni? Ona görə yəni sizin verdiyiniz dəyər qədər o insan onsuz da dəyərlidir. Yəni sən onun başqa bir versiyasını yaradırsan beynində və ona aşıq olursan, onu sevirsən, onunla dostluq edirsən. Belə deyim də, hər ilişkiyə aiddir bu zaten.
Yəni o sənin beynində yaratdığın insanı sevirsən sən sadəcə, onu sevmirsən. Sizcə yəni romantik şey gəlir, amma sizə burada ümumi qəlb qırıqlığından danışırıq. Ümumi də deyirəm mən. Fərqi yoxdur, yəni ki, dost da üçün də ola bilər bu. Fərqi yoxdur, hamı üçün ola bilər yəni. Birinci cavab fikirləşirəm. Qəbullanmaq səncə çətindirmi, yoxsa bizim üçün böyüdürük? Baxır nəyə qəbullanırıq? Ölümü qəbullanmaq, ayrılığı qəbullanmaq, nəyisə bitirməyə qəbullanmaq, yeni bir iş tapmağı qəbullanmaq, tapa bilməməyi qəbullanmaq, hər şeyi qəbullanmaq fərqlidir təbii ki. Yəni bu çox ümumi olub axı yəni. Çox ümumi olub. Zaten söhbət də o sadəcə ümumilik deyil, yəni onu danışmaqdır da, yəni kontakta keçməkdir. You know? Məncə məntiqli suallar vermişəm, çox danışa bilək. Məsələn, biz bir şey götürüb qəbullanmaq. Yoxdur, hamısını danışır. Hamısından dedim 1-2 dənə də, yəni hər dəfə də sevgi məhdudunu danışmayaq. Ayrılığı qəbullanmaq çətindirmi? Olsa çətin olmalıdır da, yəni. Cəvər elə hər gün danışdığım bir insandır və bir anda yoxdur. Yəni hər gün sabahın xeyir, gecən xeyrə, necəsən, neyirsən? Yəni aldığı nəfəsdən belə xəbərim var hər gün. Bir anda heç bir, elə bir iki yad insansız yəni belə olursan. Təbii ki, çətin olacaq, yəni olmalıdır zaten, çətin olmalıdır məncə. Bəs ölümü qəbullanmaq? Nə? Ölümü. Mən onu heç yaşamamışam deyil, deməyim, bir fikir bilməyim çox da düzgün olmaz. Amma zaten onda çətin. O da bilsən necə, əslində eyni şey gəlir sadəcə. Çünki o da yəni, həyatında bir anda bir insan yoxdur. Yəni deyirəm, mən bunu yaşamamışam. Yaxşı ki də yaşamamışam. Amma öz perspektivimdən deyim ki, yəni onu yəni inanmaq belə çətindir axı. Yəni səbəb ki, necə inana bilərsən ki, o dünyada yoxdur bu insan, yəni nə bilim. Başqa nəyə qəbullanmaq ola bilər? Başqa. Yəni ən ağır əslində bu ikisi də ayrılıq və ölüm. İkisi bir-birinə yaxın bir şeylərdir. Yəni ikisində də yox olursan, belə deyim də, yox olur qarşı tərəf ya da yaxud da yox olursan. Yaxşı, darıxmağı qəbullanmaq. Darıxmaq mənim ən belə yaralı yerimdir. Mən darıxmaq, yəni çox əziyyət çəkən biriyəm də elə bir şeydən. Mən də. Ona görə darıxmaq mənim üçün çox çətindir. Mən qəbullana bilmirəm. Yəni oturub ağlayacağam da, belə qəbullana bilmirəm. O darıxmaq, qəbullanmaq biraz düzgün bir ifadə çıxmır. Yəni darıxmağın şeydə deyirsən, hətta o uzaqdadır, mən uzaqdayam, okey. Yəni mən bunun üçün öldürməməliyəm də özümü. O mənada demək istəyirəm. Bilmirəm mən də necə qəbullanmaq olar onu. Yəni mən qəbullanma necə? Bir vaxt sakit qarşılamaq, bir də var. Məsələn, mənim elə olur ki, məndə, yəni deyirəm ki, yəni bəzən yatım. Yəni bu hiss elə bilir ya, yatım. Hə, sağ ol. Mən üçün o çox belə böyük bir şeydir ki, yəni fikirləşirəm ki, yatım. Mən məsələn deyirəm, yatanda yəni keçir də, yəni həqiqətən keçir bu arada yatanda. Bu da məndən sizə bir məsələ, yatanda keçir. Yatanda keçmir uşaqlar. Keçir. Biraz keçir. Daha belə oyanır. Elə o gecə yatanda yox, yəni fərqi yoxdur. Məsələn mən deyək ki, çox pis hiss elədiyim vaxtdayam. Gedirəm başımı qoyuram, bir anca yatım. O çox qaçmaq da o. Wow. Sən çətinlikdən qaçırsan. Yox, duranda bir fərahlanıram elə bir mən. Yox, hiss keçmir. Mən ölü kimi oyanıram mən. Yox, mən bir şey oluram, yəni bir-iki saatda elə bir o şeydən uzaqlaşdım, o ruh durumundan uzaqlaşdım. Yoxsa yenə biraz keçəndən sonra yenə eyni şeyləri hiss edirəm təzə. Yəni o oyandım və biraz bir şey olur, söndürüb yandırdım elə bir özümü başa düşdüm. Yəni hə, olan deyil. Məndə keçmir. Yəni zaman mən zaten məndə də keçmir. Yəni bir saatlıq keçir başa düşdün. Demək istədim, elə hiss eləmirəm nəzərə. Nəysə, uşaqlar var. Öz yolunu tapın, nə bilim mən. 20 yaşların ən çətin və xoş tərəfləri nələrdir? Bizim yaşlarımız, tamam. Sən 20 yaşından var. 19. 20 yaşların xoş tərəfləri Azərbaycanda. Ya bu şey söhbətinə girməyəcəm Azərbaycan falan. Öz şeyimizdən danışacağam, öz görüşümüzdən danışacağam. Danışa bilmirik istəyirsənsə. Niyə danışam? Niyə elə deyirsən? Niyə mən həvəsdən salırsan? Üzürsən, yox, danışaq. Şaka. Nəyə görə dedin ki onu? Şaka. Hə. Vaxtımız yoxdur o. 20-li yaşların ən çətin tərəfi iş tapmaq, axtarmaq, iş tapa bilməmək, işləmək. Bu narsist və belə nə deyirlər ona?
aşağılıq kompleksi olan insanlarla işləmək, onlara dözə bilmək, evdə problem yaşayırsan, gedirsən ora, o söz deyirsən, istər-istəməz onun əsəbi ilə onu da partlayırsan, ağlamamaq, göz yaşı tuta bilməmək. Dərdlər açıldı. Həqiqətən dərdlərim açıldı. Sevgi münasibətləri olsun. O hər yaşda. Bir də bizim yaşadığımız generasiya elə bir generasiyadır ki, həqiqətən normal insan tapmaq çox çətindir. Hər bir insan içində o qədər vəhşətli bir şey çıxa bilər ki, yəni Məncə bizə elə gəlir bizim generasiyada, amma məncə bu hər yaş dövründə, hər vaxtda olan bir şeydir. Biz elə təzə tanış oluruq bu şeylərlə ona görə. o da düzdür əslində, o da doğrudur əslində. Olmaya da bilər. Amma çünki bizim indi söz kəsəm. Məsələn, Bir-birimizlə kontaktda keçməyimizlə əvvəlkilərin kontaktda keçməsi olmur. Cəmaət məktublaşır, nəm yaylıq atıb, nəm göz qaş, nə bilim telefon falan belə şeylər olur. İndi həm də bizdə otururuq necəsən falan eləyirik də, yəni. O da bir də həm də bizdə sosial media hər şeyi biraz korluyur da, yəni. Hər şeyi biraz korluyur və sosial media məni bura yox, burama gətirib, yəni. Çünki biri ilə istəyir dostluq münasibəti olsun, istəyir sevgi münasibəti olsun. Biri ilə dalaşırsan, sosial mediaya yansıyır, başlayır dərdli şeylər paylaşmağa. Görürsən, əsəbləşirsən, repost edir, əsəbləşirsən. Bu nədir paylaşıb? Mən də gedirəm, repost edirəm. Bəhsdəsən bir sən sevgi münasibətindəsən, girirsən, takib elədiyi qızlara baxırsan, takib elədiyi oğlanlara baxırsan ki, çıxartmağını istəyirsən, çıxartmamağını istəyirsən. Belə qarışıq bir durumdur da, yəni. Bundan da mənalar çıxarsan. Deməli bu qızla takibləşirsə, deməli bunu çıxartmırsa, deməli məni sevmir falan. Bax belə şeylər özünü yükləyirsən. Ona görə də mən iləri zamanlarda da istəyirəm ki, sosial mediadan bir yoxlum və istəyirəm ki, mən yəni sosial mediadan tanış olmaq istəmirəm insanlarla. Yəni tanış olmaq istəmirəm. Əla. Bəli. Çox gözəl oldu bu. Hər şey bizim podkast eləməyimizə çox qarşıdır. İnşallah ki, o səslər sizə gəlmir. Gələcəkdə var. Gəlməyəcək bu arada. Bu səs odur. İnşallah. Onu deyirəm. Yəni həmin insan da işlətməsə, sosialda olmasa çox əla olar. Çünki doğrudan da öldürür hər şey. Hər şey öldürür. TikTokdakı repost olsun, Instagramdakı follow olsun, story olsun. Bunu niyə qoydun? Bunu sil. Yəni nə əlaqədə? Yəni niyə də? Ona görə biraz uzaqlaşmaq lazımdır deyə düşünürəm. Biz hardan gəldik bu söhbətə? Xahiş 20 yaşlardan danışırıq. Hardan hara gəldik? Hardan? Məqsəd də budur, nəzər məqsəd də budur. Ən xoş tərəfləri bilmirəm. Yoxdur. Biz o qədər məsuliyyət yüklənir ki, sizə artıq o xoş tərəfləri görə bilmirsiniz də. Yəni əylənmək olsun, bir günlük, yəni məsələn həftədə bir dəfə gedirsən, uşaqlarla gəzirsən, məsələn yeyirsən, içirsən. Amma bu şey sənə bəs eləmir də. Xoşbəxt ola bilmirsən. O xoş anı deyirsən, yaşaya bilmirsən də. Çünki bilirsən ki, sabah səhər durub sən işə getməlisən. Bilirsən ki, sabah durub sən imtahan verəcəksən. Bilirsən ki, sabah sən gedib o mundar müəllimi ilə qarşılaşacaqsan və ya mundar müdirlə qarşılaşacaqsan. Yəni bu ucu səni o xoş anını belə yaşamağa qoymur. Mən hətta özümə şey deyirəm ki, mən çox tez danışıram. Mən özümə şey deyirəm ki, mən anı yaşaya bilmirəm, anda qala bilmirəm, həmişə ilərisini düşünürəm. Amma baxıram ki, mənim əlimdə olan bir şey deyil də, bu ucu mənə sunulan şeylər elədir ki, mən məcburam düşünməyə. Mən məcburam 3 addım irəlisini, 5 addım irəlisini. Yəni mənim planlamam ucu şey də deyil, bir gün sonrasını düşünürəm, 3 ay sonrasını düşünürəm, 1 il sonrasını düşünürəm, 10 il sonrasını düşünürəm. Hər günün sənin düşünməklə keçir. Yəni bu nə bilim, yəni çox ağır bir şeydir də. Yəni bizim yaşlardakı insanlar üçün və mən düşünürəm ki, ən çox qocaldıran şeylərdən, yəni mental olaraq qocaldıran şeylərdən biri də düşünməkdir. Yəni mən o qədər düşünürəm ki, hər şeyi mənim əlimdə olmayan məsələləri belə, yəni insanlarla əlaqələri olsun falan, dostluq münasibətləri olsun, sevgi münasibətləri olsun. Hamısını çox düşünürəm. O mənim problemimdir. İndi bəzi şeyləri düşünmək o mənim problemimdir. Yəni bu mənim xarakterimdən qaynaqlanır. Ən çətinləri zaten bunlardır. Ən çətinləri başqa nə deyə bilərsən? Məsələn, Azərbaycanda ən çətin valideyn baskısıdır. Əylənmək istəyirsən, o məsəl üçün həftədə bir dəfə belə çıxmaq istəyirsən, onu da eləyə bilmirsən. Məsəl üçün bizə aid deyil, amma yəni ümumi danışıram. Nə bilim, cəmiyyət baskısıdır, geyim söhbətləri, hər şey sənin elə bir ki, o qısıtlayır da səni hər tərəfdən. Xoş tərəflərini açmaq istəyirəm, xoş tərəflərini aça bilmirəm, bilməm necə açam. Yəni mənə görə xoş tərəfi yoxdur.
Yəni bu yaşla əlaqəli deyil, bu yaşadığımız yerlə də əlaqəlidir, yaşadığımız həyatla da əlaqəlidir, bilmirəm. Yəni düz deyirsiniz o deyirlər, sən mamam deyir həmişə, kiçik şeylərdən xoşbəxt olmağı bacarmalısan. Sən bilirsən ki, sabah sən bunu yaşayacaqsan, bu olacaq, bu olacaq. Sənin bu gün əlində 5 manatın var, sabah o 5 manatın yoxdursa, mən o 5 manatdan bu dəqiqə necə həzz ala bilərəm? Səhv deyirəm. Səhv deyirəm. Çünki mən bilirəm ki, bu çaya mən 2 manat vermişəm, sabah mən bu çayı almağa pulum yoxdur. Mən necə deyə bilərəm ki, anlayıram, mən xoşbəxtəm. Yəni indi xoşbəxtəm, sabaha bilmirəm də. Əslində düz deyir, belə baxanda, yəni. Başa düşürəm səni də, amma nə cəhətdən deyim? Həm düzdən deyil. Çünki deyirsən həmişə gələcəkdə yaşamaq falan. O məndə də var. Yəni məsələn beynimdə bütün həftəni planlayıram. Hətta bu gün belə edəcəm. Bu gün bunu eləməliyəm. Bu gün bunu, bu gün bunu, bu gün bunu. Deyirəm ki, yoxdur. Yəni həftə qurtardı, il qurtardı, ay qurtardı, hər şey qurtardı. Mən qaldım belə. Yəni elə ki, hər şey gedir, mən arxasıca qaçıram da. Yəni həqiqətən elə hiss edirəm. Heç bir şey çata bilmirsən. Heç bir şey çata bilmirmiş. Bölə bilmirsən hiss edirəm. Yəni ona görə biraz anın da dadını çatmağa çalışmaq lazımdır, amma necə eləməli olduğumu mən də bilmirəm. Bəzi insanlara məsələn o özəlliyi yükləyib ki, vecsizdir də, yəni vecini almır. Çünki onun arxasında ailəsi var, demirəm, bizim arxamızda yoxdur. Sadəcə biz elə böyüdülmüşük ki, mən o qədər də ailəyə bağlı biri deyiləm, ailədən asılı biri olmaq xoşlamam. Özgürlüyümə zaten düşkünəm. Yəni öz pulumu qazanmaqdır, öz işimi özüm görməkdir, öz işlərimi özüm həll etməkdir, problemlərimi özüm həll etməkdir. Bəlkə də mənə sunulan buydu da, yəni mən məsəl üçün nəyisə açmaq istəyəndə, nəyisə danışmaq istəyəndə və yaxud da nəsə onlarla eləmək istəyəndə elə bir reaksiya almışam ki, mən daha demişəm ki, yox, özüm eləyəcəm. Əslində məncə bu da təsir eləyir. Həm məsələn mənim elə tanışlarım var ki, yəni vecilərinə deyil, onsuz atası ödəyəcək, onsuz anası verəcək, onsuz anası söyləyəcək, anası yuyacaq, anası sərəcək. Məsəl üçün deyirəm, bizdə də mama eləyir, çox sağ olsun, buna görə məni çox suçlu hiss elətdirsə də. Amma yəni demək istədiyim o ailədən də qaynaqlanır. Yəni sənin əslində həyatını necə yaşamağın ailəndən də asılıdır. Yəni ailəndən çox asılıdır əslində. Hər baxımdan. Keçən növbəti suala. Çox qaldıq bunlar. Səncə bir insanın ətrafı ona necə biri olduğunu göstərirmi? Hə. 100%. 100%, milyon faiz. Yəni bir insan razılaşar məncə. Hə? Yəni çox adam razılaşar da məncə bundan ki, yəni mən o qədər qarşılaşmışam ki, demişəm ki, hə bunun kuruğu var, pisdir. Amma bu süddən çıxma bəlkə də ağ qaşıqdır. Yoxlayaq da falan. Nə olsun ki falan. Baxırsan ki, yox, o deyil. Bu insanın ətrafında elə insanlar varsa, bu insanın normal fikri ola bilməz, normal həyat tərzi ola bilməz, normal yaşamı ola bilməz. Səndən normal davranışı ola bilməz. Yəni indi baxır da necə bir ətrafı var. Yəni ona görə də ətraf çox təsir edir insana. Ətraf təsir eləmir. Yəni sən öz insanlığı tapırsan, yəni ətrafı özün seçirsən. Ona görə də məsələn mən sənin çox ki xasiyyətindən xoşum gəlmir. Deyirəm ki, bu nədir? Yəni bunu gəzmək istəmirəm. Bir gün sənə dözərəm, 2 gün gözlərəm. 3-cü gün dözmərəm də, ayılaram sənə. Bilərəm ki, sən mənim ətrafım deyilsən. Yox, yer mən sənə oturub dururam. Sən də mən də sən kimiyəm. Bunda məncə razılaşar. Məsələn, arada olur ki, mən elə adamlar tanıyıram ki, baxıram birindən heç xoşum gəlmir. Birindən yəni xoşum gəlir ki, şeydir. Wow, pis deyil. Hə. Amma yəni necəsə olur ki, o adam özü sübut edir ki, o da onu tanıyırmış. Amma indi adını çəkə bilməsəm də elə verə biləcəyim bir nümunə var ki, yəni heç anlamam bu iki insan necə dostdular. Çünki yəni biri dünya tatlısı bir insandır, biri isə bilmədim kimdir, amma mən deyərəm sonra sənə. Hə. Amma ki, yəni bunu açıqlaya biləcəyim bir yer yox. Amma fikrindən razılaşıram. Yəni insanın ətrafı məncə onu göstərir kim olduğunu. Çünki ətrafında yəni dostların seçə biləcəyin hardasa tək-tük insanlardır da. Ailələri seçə bilmirsən, yəni. Dostları özün seçə bilirsən də. Doğru. Ki onsuz da seçməyi də keçdin. Onsuz yəni kim sənə daha yaxındır, ona çəkilirsən də bir yerdə yəni. Onunla daha yaxşı vaxt keçirirsən, onunla daha çox olmaq istəyirsən. Ona görə aslında insan həm də sevmədiyi bir insan ətrafında olmaq da istəməzdi ki, yəni bunu məndən görəcəklər, deyəcəklər, bu da bunun dayıdır da. Mən şəxsən düşünürəm arada ki, deyəcəklər ki, mən də bunu kimi yapam. Nəysə də, keçən növbəti sual. Bir insanı tanımadan onu sevə bilərikmi? Mən bunu həmişə deyirəm, yox. O zaman bunu əlimim bilir də yəni bu cavabımı. Yes. Yəni məncə sən ürəyi dök. Hə, məncə mən ümumiyyətlə həmişə belə çox bir insanam. Yəni bu sevgi söhbətini həmişə belə beynimdə o qədər qurcalamışam. O yana çevirmişəm, bu yana çevirmişəm. Yəni bir cavab tapmağa çalışmışam da həmişə ki, yəni görsən necə olur? Məsələn, bir insanı həqiqətən sevdiyini necə bilirsən?
Və hələ də ağlımda tam olaraq bir cavabı yoxdur bunun. Ona görə bayaq soruşdum ki, hardan bilirik bir insana aşiq olduğumuzu və s. Amma bu əmin olduğum bir şeydir ki, yəni bir insanı tanımadan necə sevə bilərsən? Yəni bu məncə sual belə olmamalıdır, yəni. Xoşlana bilərsən, bir platonik ola bilərsən, amma ki, yəni niyə açdın ki onu? Mən kağızında oynayıram məsələn. Mən belə oynamaq istəyirəm. Hə, belə qırdı. Və hələ. Yəni ki, məncə bir insanı həqiqətən mən onu sevirəm demək üçün onunla vaxt keçirməlisən. Onunla məsələn, onunla sevilməlisən. Dalaşmalısan. Ay sağ ol, onunla dalaşmalısan, onunla sevilməlisən, onunla üzülməlisən. Onunla arada onun zəhlənin getməlidir ki, yəni bu nədir, bu eləyir. Sonra o şeyi bir yerdə ağlında, yəni qəbul edirsən ki, yəni bu o da yəni başa. Mən sevirəm onu məsələn. Demirəm hər şeyi qəbul etmək təbii ki, amma yəni bəzi kiçik və qıcıq şeylərdən danışıram da. Yəni ki, onunla danışmalısan, heç olmasa yazışmalısan, onun xassiyyətlərini bilməlisən, nəyi sevib sevmədiyini bilməlisən. Yəni ki, yoxsa 2 gündür sevgiliyim, ona aşiqəm, o da mənim üçün ölür. Mən inanmıram şəxsən buna yəni. Və yaxud da sevgili deyilik. Mən səni görmüşəm, bəyənmişəm, sevirəm. Olmur da. Yəni sən bu insanın görkəminə aşiqsən və yaxud da görkəminə vurulmusan. Yəni mən məsəl üçün tutaq ki, sən bunu bura qoydun. Sənin bunu bura qoymağına reaksiyan başqadır, mənim reaksiyam başqadır. Bəlkə sən mənim o reaksiyamı sevməyəcəksən. Sən bunu necə bilə bilərsən? Necə öngörə bilərsən ki, hə də mən bu insanın nə olursa olsun sevəcəm. Bəlkə mənim elə bir hərəkətim var ki, sən onun qəbuluna bilmərsən. Hər kəsin təbii ki, qəbullandığı, qəbullanmadığı çox şey var da. Fərqlənir bu. Klassik şeylər olsa da indi fərqlənir də. Yəni ona görə məncə tanımaq çox önəmlidir. Ən azından bir 3 aylıq tanışma ki, məncə 3 aylıq tanışma belə sevməyə bəs eləmir. O baxır 3 ayı necə keçirmisiniz də, yəni. Düzdür, hə. O da düzdür, o da var. Yəni ona görə ki, məncə tanımaq önəmlidir. Tanımaq önəmlidir. Hər cəhətdən tanımaq, hər ortamda tanımaq, dost qrupunda tanımaq, ailə ortamında tanımaq, sinemada tanımaq, restoranda tanımaq, gəzəndə tanımaq, qaçanda, yəni hər şeydə də. Yəni sən yəni məsələn oturursan bir ofisanta, bu klassikdir, ofisantın davranışı olsun. Nə bilim, bir insanla danışması olsun, dərdləşməsi, dostları ilə münasibəti olsun. Bəlkə də çox qıcıq bir insandır, bəlkə də dostlarını pərt eləməyi sevən bir insandır. Yəni ona görə də tanımaq önəmlidir. Davam edək. Sualımız qalmasın, bizlə sağlaşırsınız. Bir dənə sual qaldı. Hə, bir dənədir. Münasibətlərdə strategiya yaratmaq mı, yoxsa necə bir intonasiya idi? Münasibətlərdə strategiya yaratmaq mı, yoxsa axışına buraxmaq mı daha yaxşıdır? Təbii ki də axışına buraxmaq. Bunu bu sualı niyə vermişəm? Çünki hər kəs strategiya ilə irəliləyir. Bunu yazma. Qoy bağımlı olsun. Bunu eləmə. Qoy gəlsin. Qoy yazsın. Bir soyuq, bir isti elə. Hə, bir soyuq, bir isti və o sənə 5 saat sonra cavab verirsə, sonra cavab vermə. Aha, heç cavab vermə, blokad falan. Düşəcək dalınca gələcək qapı falan. Nə alaqada? Mən səni sevirəm. Mən istəyirəm ki, gəlib səni belə eləyim. Saçımı oxşayım, öpüm, qucaqlayım. Mən ondan niyə məhrum olmalıyam? Niyə sən məni sevməyəcəksən deyə sənə olan sevgimdən vaz keçməliyəm? Mən də beləyəm, çox mallıdır, bəlkə də belə olmamalıdır. Belə olmamalıdır deyəcəm. Çox adam razılaşmayacaq zaten bundan. Mən də razılaşmıram. Mən də razılaşmıram. Mən də olmadığım kimi davranıram. Yəni vetsizəm, gör ki, çox rahatam, gör ki, səni sevmirəm falan da. Yəni vecimə də deyilsən məsələn. Yəni onu göstərməyə çalışıram ki, qarşındakının popişkosu qalxmasın. Çünki ona çox müsaitdirlər. Yəni ona çox şeydirlər də qol altı qarpız almağa çox müsaitdirlər. Qolun altı qarpız alır da, şişir yəni. Şişməyə çox müsaitdirlər. Ona görə strategiya qədər mənasız bir şey yoxdur. Hətta o TikTokda şey var, oğlanı özünə cəlb eləmək üçün birinci kural, ikinci kural. Bu yəni onda bir aylıq ilişki üçün keçərli ola bilər. Mən səni bir aylıq əlimdə tutmaq istəyirəm. Ona görə də məcburam ki, bu ara eləyim də, yəni. Bilirsən həm də nədir məncə, yəni söhbət. Məncə, deyək ki, sən deyirsən ki, məsələn, mən biri ilə danışıram. Dostum da mənə deyir ki, Banəsin belə-belə yaz. Sonra məsələn, belə-belə yaz. Mən içimdə keçirəni yazmıramsa və əgər mənim o dostumun dediyinə əsasən yazdığım şeyləri bu insan bəyənirsə və ona əsasən məni sevirsə, deməli mənim özümü sevməyəcəkdir bu insan. Ya da ki, deyək ki, mən birisi bir soyuq eləyirəmsə bu insana, deməli o ona bağımlı olacaq
Yəni amma məni həqiqətən sevməyəcək axı. Ya da məndən həqiqətən istədiyi üçün yox. O manipulyasiya, yəni nə deyirlər ona? Məğlub olduğu üçün mənlə danışmaq istəyirdi. Belə çıxır ki, mən onu istəmirəm, axı mən həqiqətən istəyirəm ki, biz ikimiz də bir-birimizlə danışmaq istəyək və bir-birimizə qarşı açıq olaq. İçimizdə nə gəlirsə elə davranaq da. Yəni mən şəxsən bir insana yazmaq istəyirəmsə, onu yazacağam. Və bir insana tez cavab vermək istəyirəmsə, ya da gec cavab vermək istəyirəmsə, istədiyimə əsasən davam edəcəm. Yəni düzdür, mən çox vaxt bu xasiyyətimə görə dostlarım tərəfindən deyirlər ki, mənə yəni Nəzmin, sən malsan, sən belə eləmə, belə elə. Bəzi insanlar doğrudan da layiq deyirlər ona. Təbii ki, layiq olana layiq olduğu kimi davranmaq lazımdır. Amma biz layiq olanı seçə bilmirik deyə bilmirik də, bu layiq deyil. O da deyil, həm də ki, yenə də deyirəm. Yəni mən ürəyimdə fikirləşirəm deyir ki, mən belə yazsam, bu mənim cavabım deyil, axı bu mənim həqiqətən içimdən keçən cavab deyil, bu mənim həqiqətən istədiyim şey deyil. Necə olacaq bu yəni? Mənə yad gəlir də yəni. Yəni düzdür, biz də şey deyirik də, yəni yazma, qoy axtarsın falan. Amma məncə yəni bu məsəl üçün münasibətə başlamamısan, bir yerə qədər ola bilər belə şeylər. O bir yerdən sonra dayı özün kimi davranmalısan. Yəni bilməli də sənin için nədir, özün nəsən də. Belə. Uşaqlar, bizim suallarımız bu qədər idi. Hardasa bir saatlıq videomuz çıxıb. Hə, hardasa bir saatlıq videomuz çıxıb. Hamınızı çox sevirik. Kim sevirik bizlə? Kim baxacaq bana? Hardan bilirsən? Nə bilirsən, bəlkə hamımızı sevmirik. Çoxumuzu sevirik. Onlar özlərini bilir. Yorum, like, abunələri sevirik təbii ki. Belə şeyləri çox sevəcəksinizsə, xoşunuza gəlsə. Biz olsa ağzınız dayanmır görürsünüz. Yəni birimiz bir şey deyəndə, o birimizə ağlına bir şey gəlir, onu arxma. Hər bir mövzuya açığıq. Gələn dəfə əgər podkast çəkəsi olsaq ki, davam eləyəcəyimizi düşünürəm. Çünki çox əyləndik. Mikrofon. Hətta işlər davam eləsə, işlər böyüksə, özümüzə bir dənə təzəsini alırıq. 25 manata gördüm bu gün. 40 manata, 25 manata. Bir arası alarıq. Maddiyyata burada çoxmamışdı, burada çoxdur. Bəli, hər nəysə. Kəsmərəm. Niyə ki? İnsanlar doğal içimizdən qarşılaşsınlar. Yəni ki, biz necə bir insanıq. Hə canım. Əyləndik mi? Çox əyləndik. Amma bunu YouTube-a yükləyəndə heç əylənməyəcəyik. Çox əminəm. Bəli. Çox əminəm. Çox əziyyət çəkəcəyik. Yarım saat video. Hə. Belə. Hə, gələn dəfəki mövzumuz nədir? Mən xahiş edirəm, vecival. Səndəyəm. Gələn dəfəki mövzumuz, gələn dəfə fikirləşərik. Belə prosta spoiler kimi verək. Bilmirəm axı mən nə spoiler verəcəyik. Özümüz bilirik ki, spoiler də verək. Tamam, bilmirik. Tamam, istəyirlərinizi verək. Yorumlarda seçərik falan. Heç yazmayacaq. Hə. Sizi sevirik. Belə. Özümüzü də sevirik. Dünyanı da sevirik. Sevirik. Nəysə, öpdük sizi. Bye bye.